Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının sədri Si Çinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Əvvəlcə dövlət başçıları iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanatı imzalayıblar. Sonra Azərbaycanla Çin arasında ümumilikdə 21 sənəd imzalanıb. Azərbaycan və Çin kosmik, investisiya və bir çox sahələrdə əməkdaşlıq edəcək. Eyni zamanda Azərbaycan-Çinlə maneəsiz ticarət üzrə iki tərəfli əməkdaşlığı dərinləşdirir. İki ölkə beynəlxalq multimodal daşımaları da inkişaf etdirəcək. Bundan başqa Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur. Azərbaycan hökuməti ilə Çin hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişi Azərbaycanın və Çinin Xarici İşlər Nazirləri imzalayıblar. Çin Xalq Respublikasının sədri Si Çinpin bildirib ki, Çin və Azərbaycan əməkdaşlığın yeni səhifəsini açmalıdırlar. Onun sözlərinə görə Çin-Azərbaycan münasibətləri daim dəyişən beynəlxalq vəziyyətə baxmayaraq möhkəm və sabit olaraq qalır. Bir sıra əməkdaşlıq sənədlərinin imzalanması iki tərəfli münasibətlərin genişlənməsinə kömək edir. Prezident İlham Əliyev isə Çin Xalq Respublikasının sədri Si Çinpini Azərbaycana səfərə dəvət edib. Belə ki, öncə Azərbaycan prezidenti nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə Çin Xalq Respublikasının sədri Si Çinpinə təşəkkür edib və öz növbəsində sədr Si Çinpini hər iki tərəf üçün əlverişli vaxtda Azərbaycana səfərə dəvət edib.